Mən İbrahimov Mustafa Ramazanoğlu Cəlilabad rayonunun Sabirabad kəndində yaşayıram. Yaxın bir məsafədə yerləşən Günəşli kəndi mənim ən yaxın, ən doğma kəndimdir. Hadisə baş vermiş yoldaşlar mənim dayım uşaqlarıdır. Bu hadisəni eşidərkən mən çox ağır acı keçirtdim. Ailədə xırda, adi, qeyri-adi olmayan bir xırda bir münasibətdən baş verən hadisədir. 3 körpə uşaqları, ailə çox gözəl ailədir. Demək olar ki, kəndin hər bir yerindən sorğu aparsın, hamı deyər ki, bu ailə çox zəhmətkeş, öz alın tərləri ilə yaşayan, öz çörəklərini yeyən bir uşaqlardır. Rəhmətli də öz elə bir mehriban, səmimi uşağı idi ki, heç vaxt deməzdin ki, bu ictimaiyyət və cəmiyyətdə özünü pis aparan uşaqdır. Belə bir ağır acıya hamımız təəssüflənirik, hamımız ağır acı keçirdirik. Mən də adəti qurumlardan xahiş eləyərdim ki, bunlara dəstək olsunlar, bunlara kömək olsunlar.